Quran öz-özündə yetərmi? Biz deyirik yetər. Allah hifz eləsin. Səhv etmirəmsə mən mütaliə əsasında Ayətullah Cavad Amilinin təfsir kitabında onun bu fikri mən həqiqətən də çox belə ləzzət edir. Dedi ki, orada bir dənə təbir var, ərəbcəsini oxudum təbii. Yazır ki, "Əl-hucbu leysə fil Quran." Yəni pərdə və hicab Quranın ayəsində deyil. Bizim qəlblərimizdədir deyənlər. Biz ona görə sünnəyə ehtiyacımız var ki, qəlblərimizin üstündə olan o pərdəni götürək və illə Quranda Allah Təbaraka Təala mesajını verib. Məna aydındır. Ona görə bir çox yerlərdə buyuranda ki, Qurani-Kərim buyuranda ki, məsələn, Əlif Lam Ra desən, uhkimat ayatuhu thumma fussilat min ladunnil hakim. O baxımından biz inşallah bu məsələdə toxunarıq da. Quranın öz ayələrini bir neçə sinifə bölmək lazımdır da. Bəli, Quran buyurur, mən müfəssəl şəkildə qeyd etmişəm və yaxud da ki, fihi tibyanun likulli şey, orada hər şey bəyan olunub. Biz demirik Quranın ehtiyacı var sünnəyə. Kimin ehtiyacı var? Bizim ehtiyacımız var. Şəxs olaraq bizim ehtiyacımız var sünnəyə. Nəinki Quranın ehtiyacı. Əhsən. Quranın ehtiyacı yox. Çünki Quran aşkardır. Sadəcə biz o Qurani-Kərimin o aşkar mənasını əldə edə bilmədiyimizə görə Quran sünnədən qənidir.